Baxaq belə bir suala. Deyir ki, A və B qarşılıqlı sadə ədədlər üçün qarşılıqlı sadə ədədlər nə idi bilirdik də, yəni. Birdən başqa heç bir ortaq bölənləri yoxdur bu qarşılıqlı sadə ədədlərin. Əkob AB bərabərdir 60 əbob AB olarsa, A plus B cəminin ən kiçik qiymətini tapın və cavabınızı əsaslandırın. Aydındır ki, açıq suala düşüb deyə belə deyir və açıq sualda belə bir sual düşməyəcək. Əmin olun ondan olsun. Nəsə, amma əsaslandıraraq problem yoxdur. Baxın, qarşılıqlı sadə ədədlərin əkobu nədir? Onların hasilidir də. Bunu bilirik, bu bir qaydadır. Okay? Bərabərdir nə? 60 vurulsun. Qarşılıqlı sadə ədədlərin əbobu nədir? 1-dir. 1-i 60-a vuran nə edir? 60 edir. Yəni A vurub B 60-dır. Deyir ki, A plus B cəminin ən kiçik qiymətini tapın. Ki, aydın ki, rəqəm qoya bilərsiniz. Məsələn, 2 vurulsun 30, 3 vurulsun 20, 5 vurulsun 12. Başqa nə cür gedər? Başqa da mən bilən olmur. Sonra nə ola bilər? 2, 3, 4 vurulsun 15. Sonra nə ola bilər? 5, 6, 7, 6 vurulsun 10. Sonra nə ola bilər? Başqa bir şey də mən bilən olmur. Aha, olmur. Aha, bu qədər. 5 opsiyonumuz var hələ ki. Deyir ki, A plus B cəminin ən kiçik qiyməti. Bax, burada nə eləyir? 32. Burada nə eləyir? 23. Burada nə eləyir? 17. Burada nə eləyir? 16. Burada nə eləyir? 19. Hansı ən kiçik oldu? 16 oldu. Yəni 6 vurulsun 10 oldu. Əsaslandırmada nə tər verərsən? Qoydun, yoxladın, 16 alındı da. Xüsusi bir əsaslandırmaya ehtiyac varmı? Məncə yoxdur. Yəni belə. Ki, əmin olun ki, bu tip bir sual düşsə qapalı sual düşəcək və qapalı sualda sadəcə yoxlaya bilərsiniz. Bu tip versiyaları yazın. Aydındır ki, 2.30, 3.20 çox böyük ədədlərdir. Heç ora yaxınlaşmayın belə. Həmişə yaxın ədədlər axtarın ki, cəm də böyük, kiçik olsun, belə deyim də. Belə bir şey olsun. Çünki uzaq ədədlər axtaranda 60 kimi bir ədədə 30 ilə 2 tapasan, cəm 32 eləyəcək. Yaxın ədədləri tap ki, hasil 60 eləsin, 5, 12, məsələn 17, 6, 10, 16 kimi şeylər. Okay, bu qədər. Baxaq bu sualın əlinə. Deyir ki, AB iç rəqəmlər ədədini BA iç rəqəmlər ədədinə bölürdü. Qismətdə 3, qalıqda 5 alınır. Bax, AB iç rəqəmlər ədədidir. Bunu nəyə bölürəm? BA iç rəqəmlər ədədinə bölürəm. Qismətdə nə alınır? 3 alınır. Qismətdə budur. Dediyim kimi qismətdir, qalıqdır, bu tip şeylər verilirsə, bunu ağac bölməsindən yazın ki, sizə daha rahat olsun həmişə. 5. Və yenə demişdim, buradakı bunu tapmaq üçün nə qaram? Bu ədədi, bunu vururam 3-ə, yəni bu qismətə, üstünə gəlirəm nəyi? Qalığı. Yəni AB ədədi bərabərdir 3 vurulsun BA ədədi, üstünə gəlsin də qalıq 5. İndi bunu açım da, açmağı bilirəm təbii ki. 10A üstünə gəlsin B bərabərdir 3 vurulsun, bax 10 olan mərtəbəsində durur 10, B üstünə gəlsin A, hə, üstünə gəlsin də 5. İndi təzədən yazıram 10A üstünə gəlsin B bərabərdir, bunu bu da vurdum 30, B üstünə gəlsin, bunu buna vurdum. 3A plus 5. İndi 5-i burada tək saxlayım da. A, bax 3A-nı atdım bu tərəfə. 7A. 30B-ni atdım bu tərəfə. Çıxılsın 29B. Nəyə bərabərdir? 5-ə bərabərdir. Hə, aha. 5-ə bərabərdir. İndi bax, mən nəyi bilirəm? A-nın da, bax, A-nın da, B-nin də rəqəm olduğunu bilirəm. Yəni rəqəm dediyim rəqəm. Rəqəmlər daxildir. Rəqəmlər hansılardır? 1 idi, 2 idi, 3 idi, 4 idi, 5 idi, 6, 7, 8 və 9 idi. İndi bax biz nə qarmalıyıq? İkisinin də rəqəm olduğunu bilirəm. Bax A-nın hansı rəqəm qiymətində B-nin də rəqəm olduğunu uyğunlaşdırmalıyıq da. Başa düşdünüz? Çünki ən böyük və ən kiçik deyilən bir şey yoxdur burada və bu 9 versiyadan birində bunların ikisi də rəqəm olacaq. Məsələn 1-də bəlkə ödəməyəcək. 1-də A rəqəmdir, amma B rəqəm olmayacaq. Deyək ki, nə bilim 71 olacaq. Məsələn deyirəm ha. A. Okay. 2-də olmayacaq, 3-də olmayacaq. Amma gəlir 9-da indi mən təbii ki, bunu əvvəlcədən həll elədiyim üçün bilirəm. Siz hamısını yoxlamalısınız bunların ki, vaxt getməsin deyirəm. Çünki ekran kaydı geri atır. A-nın 9 olduğu versiyası da bax 7 vurulsun 9, çıxılsın 29. B bərabər nəyə? 5-ə. Hə? İndi 29 B nəyə bərabər olur burada? 58-ə. B nəyə bərabər olur? 2-yə. Görürsən bax B də rəqəm alındı. A-nı da rəqəm götürmüşdüm. Okay. Yəni bu ikisi də rəqəm alındı. İndi deyir cəmlərini tap. 2-nin üstə 9 gələn nə edir? 11 edir. Okay. Cavabımız budur. Baxaq bu sual tipinə. Nə deyir? 35-ci. Ki bu sual tipi həqiqətən də çox qabağımıza çıxan bir tipdir. Və çarpaz vurun. İstəyirsiniz ya da ki yerlərini dəyişin. Bax, bunların yerlərini dəyişə bilirsiniz də, yəqin ki bilirsiniz. Yəni o qədər bəsit tənasüb bilginiz olar. Okay? Ya da bilmirsinizsə çarpaz vurun gəlsin. Bilmirəm. Yəni A bölünsün B nəyə bərabərdir? Yerlərini dəyişdim. 5 bölünsün 2-yə. Ki mən demişdim axı
Bu qabağındakı k misli ilə bərabər olur. A nəyə bərabər olur? K mislinin qabağındakı 5K-ya. B nəyə bərabər olur? K misli ilə 2K-ya. Okay? Bunu bilirik həmişə. Kəsrdə bu qabağındakı K misli ilə bərabərdir. Aha. İndi deyir ki, bax, A plus B. A nədir? 5K-dır. B nədir? 2K-dır. Nəyə bərabərdir? 56-ya bərabərdir. 7K nəyə bərabərdir? 56-ya bərabərdir. Bəs K nəyə bərabərdir? Burada 8-ə. K 8-ə bərabərdir. Bu yanda 8 edir. Aha. İndi K 8-ə bərabərsə A-nın mən burada 8 vurulsun 5, yəni 40 olduğunu bilirəm. B-nin də 8 vurulsun 2, 16 olduğunu bilirəm. Nə deyir? A-nı tapın. A ədədi 40. Cavab edir Y variantı. Sualın izahına deyir ki, A, B ədədləri üçün əbob A, B bərabər də 6-dır. A kvadrat çıxsa B kvadratı 396 olarsa, A ədədini tapın. Baxın, ümumiyyətlə müəyyən bir əbob AB ədədi 6-ya bərabərdirsə, mən A-nı 6K və B-ni 6T kimi yaza bilərəm. Okay. Deyirəm niyə? Bax, təzədən əbobu yaza bilərəm də belə. 6K 6T kimi 6-ya bərabərdir. Bax, buradan əbobdan bilirəm ki, ortaq çıxarda bilirəm də mən. Çünki baxmışam videoya, bilirəm. Əbob K və T bərabərdir 6-ya. Aha, 6-nı nəyə vuranda 6 eləyir? 1-ə vuranda. Yəni əbob KT 1 eləməlidir. Yəni əbob hansı ədədlərin əbobu 1-dir? Qarşılıqlı sadə ədədlərin. Deməli K və T qarşılıqlı sadə ədəd olmalıdır. Başa düşdün? K və T qarşılıqlı sadə ədəddir və bunlar da qarşılıqlı sadə ədəd olmalıdır. İkisinə də K verə bilmərəm çünki əboblar eyni ədədlərin əbobları 6K eləyər. Okay? 6K-da deyil, 6K-ya bərabər deyil, axı 6-ya bərabərdir orada. Onun üçün deyirəm, bunu bilmək vacibdir. İndi gətirib yerinə qoyaq. Bax, yerinə qoyaq. A-nın yerinə 6K qoy, B-nin yerinə 6T qoy. Okay? Belə uyğunlaşdır. Belə, belə, bu da belə. Gətirdim. İndi 6K-nın kvadratı çıxılsın 6T-nin kvadratı bərabərdir 396. Bax, müxtəsər bir düsturdur da. Bir dəfə bunun 6K-dan çıxacam 6T-ni, bir dəfə 6K-nın üstünə yazacam 6T-ni. Bərabər edəcəm nəyə? 396-ya. Burada nəyi çıxarda bilərəm? 6-nı çıxarda bilərəm. Burada nəyi çıxarda bilərəm? 6-nı çıxarda bilərəm. 6 vurulsun 6, K çıx T. Ki, vuruqların yerində işte hansı dəyişmir. Əslində burada yaza bilərdim. K plus T nəyə bərabərdir? 396-ya. 396 ilə 36 getdi. Burada nə alındı? Burada 11 alındı, hə? İndi K çıx T, K plus T nəyə bərabərdir? 11-ə bərabərdir. Bax, yenə deyirəm, əgər bir sadə ədədə 2 hasildir, sadə ədədə gəlirsə, məsələn, 11 nəyin hasılıdır? 11. 11 vursun 1-in hasılıdır. 11-in başqa heç bir vurğu yoxdur. Bunu bil. 11 vursun 1 kimi yazır. Yəni bunlardan biri 11 olmalıdır, biri 1 olmağa məcburdur. Çünki 2 vuruq arasında yazırsan bunu. Okay? Və həmişə aydındır ki, plus olan 11 olacaq da, plus olan böyük olacaq. Okay? Məsələn, burada 23 də versəydi, nə bilim, 41 də versəydi, 41 nəyisə bələndir. 17 vurulsun 3 neçə eləyir? 30 yox, hə. 51 eləyir də. Nəysə. Deyir ki, 41 verdi. 41, bu 41 olacaq, bu 1 olacaq, okey? Yəni demək istədiyim odur ki, əgər sadə ədəd varsa, bunların hansısa biri 1, biri həmin o sadə ədəd olmalıdır. Okey? Yenə deyirəm, K plus T nəyə bərabər olur? 11-ə bərabər olur. Sistemi açıram. K minus T nəyə bərabər olur? 1-ə bərabər olur. Alt-alta toplayıram bunları. T'lər gedir, mənfi müsbət. 2K bərabərdir nə? 12. K nəyə bərabərdir? Bəs 6-ya bərabərdir. Aha. K 6-ya bərabərdir. Bizdən nəyi soruşur? A-nı soruşur. 6K da axı 36 eləyir də 6 vursun 6. Bu sualın izahına baxaq. Deyir ki, əkab 36 40-la 40 bölünsün, əkab 24 36 nisbətini hesablayın. İndi yəni biraz əzbərləyənlər deyəcək ki, burada C-ni tapacaq, orta olmayan sadə vurulma hazır. Çünki niyə görə? Əkab AB-ni əbob AB-yə böləndə əbob B-yə böləndə nə olurdu? C alınırdı. Burada eyni şey deyil, bax. Yəni bu elə o şərt də ödənir ki, AB-lər eyni olsun. Bu AB-lər eyni deyil, axı 36 40 24 36 eyni deyil. Onun üçün ayrı-ayrı tapıb bölmək lazımdır. Onun üçün deyirəm, birinci əkabı tapaq, bunu tapaq. Bunu nətər tapırıq? Artıq şey eləməyə ehtiyac yoxdur. 36-nı nə kimi yazırıq biz? Baxın, əkabda böyüyü götürəcəyik, okey? Əkabda böyükləri götürəcəyik. Bunu yadda saxlayın. 36 nəyə bərabərdir? 18, yəni 9 vurulsun 4-ə bərabərdir. Yəni 3-ün kvadratı vurulsun 2-nin kvadratı. Bəs 40 nəyə bərabərdir? 45 vurulsun 2-nin üstü 3. Bax, ortaq olsun, olmasın. Hamısını ən böyüyünü götür. Bax, 2-lər, bax, burada ortaq alsın. Üstü böyük götür. Yəni 2-nin üstü 3-ü götür. Ayrı bunu götür, çünki bunun tayı yoxdur başqa. Yəni eynisi olanlardan, bax, eynisi olanlardan böyüyü götür, olmayanları bütöv götür. Okey? 3-ün kvadratı 5-dən var, bax burada 5-dən var, yoxdur, bütöv götür.
3 kvadratın var idi, yox idi. Şöyle götürdün, get. 8, 8, 8, 5'im 40. Bunu da 3'ə vuranda idi, 40, 49'a vuranda. 40'ı 9'a vuranda edir 360. Bu elədi 360. İndi əbə buna baxaq, buna baxaq. 24-ü nətər yazıram? Bax 8 vurulsun 3 deyil. 2-nin üstü 3 vurulsun 3 kimi yazıram. Niyə deyirəm? Siz bu qədər sürətlə ayıranmırsınızsa bunu belə ayırın. Okay, 12 belə-belə gedin. Sonra gətirin belə yazın, kanonikal. 24, 36 bərabərdir nəyə? 36-nı yazmışdım. 3-ün üstü 2 vurulsun, 2-nin üstü 2. Bax, indi əbəbdən ağar. Ortaqlardan kiçiyini götür. Bax 2 ilə 3, 2, 3. Bax bu ortaqdır, bu ortaqdır. Hansı kiçikdir? Bu kiçikdir. Bunu götür. 2-nin üstü 2. 3, 3. Hansı kiçikdir? 3 kiçikdir. Çünki 3-ün üstü 1-dir. Nə eləyir? 4 üçün nə eləyir? 12. 360-ı 12-yə böləndə nə eləyir? Çünki bölmə verib bizə burada. Böləndə də eləməlidir, mən bilən 30. Cavabımız nə olur? B variantı. Ha, bu suala. Dediyim gibi dediyim bütün suallar, yəni burada işlədiyim bütün suallar ilk öncə siz işləməyə çalışın. Yəni ən azı cəhd göstərin. Eee, yəni ən azından belə deyim də, robot kimi izləməkdənsə, belə film kimi izləməkdənsə elə izləməyin faydası nədir? Eləyirsiniz, bir yerdə səhv eləyirsiniz də, yaza bilmirsiniz məsələn. O səhvi harda düzəldəcəyinizi öyrənirsiniz ən azından. Amma belə robot kimi baxanda mexaniki əzbər kimi olur da, yəni sual tipi əzbərləmək kimi olur, o da düzgün deyil məncə. Yəni tip dəyişsələr biraz da getdi o. 39'da nə deyir? Baxın, bu sual tipini dedim axı, yayğın istifadə edirlər və bir dənə də atıblar bura. Baxaq, deyir ki, A kvadratı 24 vurulsun B bərabərliyini ödəyən A və B natural ədədlər üçün bu cəminin ən kiçik qiyməti. Bunu əslində siz yazmalısınız. Çünki yuxarıdakı bu sual tipini gördünüz. A kvadratını nətər yazım? 24-ə nətər yaza bilərəm? 24 8 vurulsun 3-dür. Yəni 2-nin üstü 3 vurulsun 3-dür. Vurulsun B. Dedim axı, bax burada əgər kvadrat varsa. Hə, bu arada burada kub falan da verə bilər ha. Yəni kub da verə bilər. Verirsə nə olacaq? Sən artıq bunu 3-ü dəyişdirməyəsən, bunu 3-ə çatdırmağa çalışasan, okey? Bunu bilmək lazımdır. Bunun qatlarını işləmək lazımdır. 2-nin üstü 3-ü minimum hansı cür ədədə çatdıra bilərəm bunun üstün? 4-ə çatdıra bilərəm. Onun üçün B-ni nə eləməliyəm? B-ni 2 eləməliyəm. 3-ü nə eləməliyəm? 3-ü də yəni B-ni də 1 eləməliyəm. Çünki bunun üstə 1, bir dənə də 1 gəlsəm nə olacaq? 2 olacaq, kök çıxacaq. Aha. İndi 2-nin üstü 3 vurulsun 3 vurulsun B-ni nə elədim? 2 vurulsun 3 bərabər nə? B-nin kvadratına, hə? İndi 2-nin üstü 3, bir dənə də 2, 2-nin üstü 4 bu eləyəcək. 3, bir dənə də 3-ün kvadrat bu eləyəcək. Amma görsən, artıq mən burada yəni kvadrat çıxarda bilərəm də, okey? B buradan nə olacaq? 2-nin üstü 2 vurulsun nə? 3. Okey. B oldu bu. Yəni 4 vurulsun 3, 12. A plus B'ni istəyir. 12 A. B 12 oldu. Öyle bir dəqiqə A idi bu. A. A oldu 12, B nə oldu? Bəs 6. B oldu 6, 12. Bunların cəmindən kiçik qiyməti nə olacaq? 18 olacaq. Bax, bir də təkrar edirəm. Bu vacib sual tipidir. Bunu bilin. A-nın kvadratdır. Bu tərəfdə mən kvadrat halını gətirməliyəm. Yəni üstləri cüt eləməliyəm ki, buradan həqiqətən də kök çıxsın. Okay? Başqa nə var? Baxıram ki, minimum. Çünki ən kiçiyinə işləmək məcburiyyətindəyəm. Ən kiçik. Yəni B-yə mən burada normalda nə verə bilərəm? B-yə normalda 7 də verə bilərəm. Gəlib bunun üstünü 10 eləyəcək. Buradan 5 çıxacaq. A nə olacaq? 2-nin üstü 5 vurulsun, nə bilim, 3-ün üstü nə bilim nə. Okay? Amma çıxmır. Çünki bizə ən kiçiyi lazımdır. Ən kiçiyi, yəni 3-ü ən kiçiyi hansı cürə çatdırarsan? 4-ə. 4-ü çatdırmaq üçün nə var? Məsələn 2-yə vurmalısan da, okay? Bəs 3-ü ən kiçiyi, 3-ün üstü 1 də, 3-ün üstü 1 ən kiçiyi hansı cürə çatdırarsan? 2-yə çatdırarsan. Yəni bunu 3-ə vururam. Belə. Okay? 6.